şiə gəlbəzmə əzaya, səni səsləyir Hüseyn. Matəm-i al əbaya, səni səsləyir Hüseyn. آقای کاظم‌زاده بزرگوار، فکر edin ki şəb Aşura 1370-80 il bundan qabaq, o il ki vaqei Aşura ittifaq düşür, siz Səhra-i Kərbələdəsiniz. İmam Hüseyin əleyhissalam yaranına deyir ki, sərəncam nəbərd Zuhra Aşura nə mənədir? Bəli. Rivayətdə gəlib ki, tozih verir yaranına. Siz də o cəmidəsiniz. Bilirsiniz ki, sabahlarım Zuhra Aşura sərəncamı vaqiə nə mənədir? Nəhayətən nə ittifaq düşəcəkdir? Ay Kazımzadə, istəyirəm sizdən soruşam ki, şəb Aşura orada Kərbəladə qalasınız, ya Kərbəladən çıxasınız? Nə mənə fikirləşirsiniz o gecə? Əgər qalısınız, niyə qalısınız? Əgər oradan çıxsaz, niyə çıxısınız? Ərz xidmət ki, axı mən imanımı o qədər bilmirəm. Yəni ki, خوشبوتگر محک تجربه آید به میان تاسیه روی شود هر که در روغش باشد. O çox böyük imtihanıdır, çox bətər imtihanıdır. Mən bilmirəm ki, doğrudan vaqən qalardım, nə qalmazdım. İndi deyərəm ki, mən qalardım. Amma onda bilmirəm ki, görəydim ki, o yandan şəmşirdir, o yandan susuzluqdur, o yandan ot vurmaqdır, o yandan bunlardır. Bunlar tabım olardı, olmazdı. Ay Kazımzadə, imtihan çox böyük imtihandır. Bəli. Bəli, biz istəyirik təcəssüm eləyək, təxəyyül eləyək. Əvvəl imtihandan çıxmısınız. İmam Hüseyin əleyhissalamın yanında qalmısınız. Aşuranın macəralarında hansı vaqiədir ki, sizi çox nisçilləndiribdir, çox sıxışdırıb biləzi? Siz əgər orada olsaydınız, hansı vaqiənin qabağını alardınız, qoymazdınız o vaqiə ittifaq düşsün? İmam Hüseyin əleyhissalamın vaqiələrinin hamısı çətindir. Hamısı ətər çətindir. Fi nəfsi özün, mən əqidəm budur ki, İmam Hüseyin əleyhissalam Aşura günü İmam Hüseyin əleyhissalamın özün deyirəm, əshabın xeyir. Əslən qüssə eləməyibdir. Narahat dəyildir. Heç. İlahi, rizəm və qəzaikə və təslimənlə əmdik. Vəli orada indi vaxt olaydım, bunların heç birisinə mənim tabım olmazdı. Görmə onu. İndiki halım deyiləm. Oradan Həzrəti Əli Əsəbəsəlamın bu oxufuralar, oradan əsədlarından öldürürlər, bu cür eləyirlər. İndi mən eşidəndə bətər narahat olaram. Mən o qədri ki, əsəblarına mən onlara çox yanaram. İmam Hüseyin əleyhissalama yanmıram. İmam Hüseyin əleyhissalam hər yerdəydi, bilirdi ki, Allah başı üstədir. Allahu ya'lemu xainətel a'yun və ma tuxfis sudur. Ələm ya'lem bi ennəllaha yara. Allahım nəhnun əqrəbə üləyhi min həblil vərid. O qədər Allaha imanı vardı ki, onlar bir zərrə ona müsibət dəyirdi. Əqidəm mən budur. Amma mən hətmən indi bu günləri İmam Hüseyin əleyhissalam, İmam Hüseyin onda da inqilabda da biz elə əvvəllərdə mən vardım çox. Çox da mən zindana düşmüşəm, şəhər görmüşəm, sazmanı əmniyyətdən, şəhribanı zindanda, küftəkdə yemişəm və bunlar hamısı əqid, hər neyinizdilər, bizdə də indi xiyalıma gəlmirdi. Amma o vaxt ola, imam özü ola, əqidəm bu ki, mən hətmən evdə qalmaram. Et olmasa, bax, bu sinnimlə, mənim 83 yaşım vardı. Bu sinnimlə, gilərdimlə, hər işin nə mən əlimdən gəlsə görürəm. İndi bu dəqiqədə ona hazıram, amanıyım. Hazar Kazımzadə, indi bizim neçə dəqiqəyə can
bərnaməmiz qutulur. Bəli. Sizi bizim Hüseyna ya sizin əla ehtimalən gələcəklər dalızdan gedəcəksiniz evə. Evdə biləcə deyirlər ki, bir dənə qonağınız vardı. Qeyri-mütərəqqibə gəlib otaqda sizi gözlür. Bəli. Siz varid otağa olursunuz. Həzrəti Seyyid-i Şühəda əleyhissalamla üzbəüz olursunuz. Həzrəti Seyyid-i Şühəda əleyhissalamdılar gəliblər sizin görüşünüzə. Həzrəti Seyyid-i Şühəda əleyhissalam gəlib mənim görüşümə. Gəlib sizin görüşünüzə. İmam Hüseyn əleyhissalamla nə mənə söhbət edirsiniz? Nə deyirəm? İşte baxıram görüm nə deyib qulaq asıram. Sözsüz İmam Hüseyn əleyhissalamla nə mənə eşidərsiniz? Deyirəm mənim bu dünyada təqsirim nə mənədir? Ulan mənə buyurun, hansı əməlləri eləməliyəm, eləyəm, hansıları eləməliyəm, eləməyəm. Mənim bunları soruşuram. Mən bu işləri görürəm, siz modu təyiddüzdür ya təyiddüzdə. Bir də mənə bir iş deyin ki, mən bunu görüm Allah yanında üzüm ağa olsun. Sözsüz İmam Hüseyn əleyhissalam nə mənə deyə biləcək? Mənə deyər? Deyər ki, bizim sözlərimizin hamısına bir qulaq asın, hamısını əməl edir. Bu, Qur'anda var ki, və mə yantiqü anil həvə in həvə illə vəhyi yuha. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, biz dana öz başına söz deməyibdir. Allahdan vəhy alıb, ondan sonra deyibdir. İmamlar da Peyğəmbərdən alıblar ki, hamı sözüdür. Əvvəldən də bunlar elə vəddarında vardır ki, onları bölsünlər. Mən də İmam Hüseyndən onu soruşuram ki, mənim təklifimi roşan edin, mən bundan bir yana öcür rəftar edirəm. Hacı, siz çoxlu məhərrəmlər getitmisiniz, çoxlu əzayı İmam Hüseyn əleyhissalamlar getitmisiniz. Uşaqlığınızdan nə mənə yazıcı gəlir? Əzadarlıqlardan, mərasimatdan, İmam Hüseyn əzasından, əvvəl xatirə. Əvvəl xatirə nəzəmə gəlir ki, rəhmətli Xacımızın Məhəmməd Atüsünçü vardı Təbrizdə. O böyük adamıdır. Onun mən cələsəsinə gedərdim. Orada da Aşura günü Nuhada oxurdular, Quranda oxurdular, orada söhbət elərdi, oraya getmişim. Mənim bərnaməm əvvəl çiçəklikdən bir ayrı şeydir. Onu da sonra ərz edeyim bəs. آقا جلیل بیر نظر غلام و برو سیاه yar ve zanin verer senin yolunda eşk ile ruhum bedenden ayrılan vaktemsin برو سیاهی adilen seslensin koy cöyrünü alsın zevanın yansın dünyada tek arzım budur Hüseyin'im ta senleme memat edim Hüseyin'im bitir nefesten zamanım dubara Mevla Hüseyin'im Mevla Hüseyin'im Mevla Hüseyin'im Mevla Hüseyin'im Mevla Hüseyin'im Mevla Hüseyin'im